əgər Allah Taalanın səni qorumasını istəyirsənsə, insanı, Allah Taala qoruyur öz sevdiyi bəndələrini. Allah Taala qoruyur övliyalarını. Kim övliya olmaq üçün, düz Əhl-i-Sünnə və Cemaət qət'ən heç kim demir filan kəs övliyadır. Bizim əqidədə bu yoxdur. Lakin əlamətlər var. Salih əməllər aparır buna. İman gətirib təqvalı olmaq, salih əməllər, həris olmaq Allah Taalanın məhəbbətini əldə etmək üçün böyük səbəblərdəndir. Və kim hifz olunmasını istəyirsə Allah tərəfindən mütləq və mütləq salih əməlləri çoxaldıb Allaha sığınmalıdır. Və onda Allah Taala vallahi bəs edəcək sənə. Kifayət edəcək sənə Allah Taala. Həqiqətən Allah Taala öz bəndəsinə bəs edəndir. Bütün şərlərdən qorumağa qadirdir sənə Allah Taala. Təsəvvürlə Ayət-ül Kürsündə nə deyir Allah Taala? Və la yauduhu hifzuhuma. Səmaları, yerləri qoruyub saxlamaq ona ağır gəlmir. Və la yauduhu hifzuhuma və huvəl aliyyul azim. Axırda. Səmaları, yeri və göyü qoruyub saxlamaq Allaha ağır gəlmir, yəni çətin gəlmir. Fikir verin qardaşlar, fikirləş, tədəbbür elə bu ayəni. Yəni səma bu boyda böyük, yerlər, bunları qorumaq Allah Taala asan. İnsanı qorumaq qardaşlar. Çətin olar Allaha. İnsan. Yəni Allaha asandır bu. Allah Taala səni bütün şərlərdən qorumağa qadirdir. Bütün şərlərdən. Hifz eləməyə qadirdir. Bütün insanların şərindən. Hər bir bəlalardan, imtihanlardan. Qoruyan Allah Təbaraka və Teala qardaşlar. Ona görə Həsan el-Basri fikir verin. Həccac eşitdiniz, Həccac. Qəddar. Öldürür insanları. Eşidir Həsan el-Basri. Rahiməhullah. O vaxt yaşayanlardan olur. Və çağırtdırır onu. Qıssa tam şəkildə yadımda qalmıyor. Lakin mənasını danışacağım inşallah. Çağırtdırır onu öldürməyə. Həccac. Və adam hansı vasitəsi olur, onu çağırmağa gətizdirir yanına. O niyyətlə ki, söyəcək, döyəcək, bəlalar, zülm edib öldürəcək onu. Eşidir ki, filan kəs qalıb, Həsən el-Basri. Alimdir. Deyirlər ki, elm əhlidir. Çağırtdırır onu. Bu adam gedib onu çağıranda ta Həsən el-Basri'nin yanına gətirənə kimi Həsən el-Basri'nin ağzı tərpənir. Bu da tuta bilmir. Nə deyir bu? Və Həsən el-Basri rahiməhullah gəlir girir Həccacın yanına. Girəndə Həccac ikram edir, 30 durur. Hörmətlə ikram edir. 30 durur çağırır, filan hal-əhval tutur, yedizdirir, çizdirir. İkram, əməlli başlı ikram edir. Bu gün yanındakı dəhşidi gəlir. Və hal-əhval tutur, soruşur eləyir. Yəni, otururlar söhbət, çox gözəl münasibət. Və çıxır Həsən el-Basri, rahiməhullah. Və gedəndə bu yanındakı saxlayır bunu, aparanda hansı ki, yəni yola salır. Deyir, and verirəm Allaha səni deyir. Mən səni gəlib Həccacın yanına aparana kimi ağzın tərpənir, bilmirdim nə deyirdin. Nə deyirdin onda? Çünki bu səni çağırmışdı öldürməyə. Həccac çağırmışdı öldürməyə səni deyir. Neynədin sən? Nə deyirdin orada? Deyir ki, vallahi deyir, gələn gündən sən məni çağıran gün aparana kimi, yanına gedənə kimi dua eləyirdim. Deyirdim ki, ey İbrahimi oddan xilas edən Allahım, məni o insanın şərindən, onun şərini, onun bəlasını, fitnəsini mənim üçün xeyrə çevir. Dua eləyim. Allah Taala övliyasıydı. Həsən el-Basri rahiməhullah. Və gəlir yanına Allah Taala həqiqətən duasını qəbul edir, onun imtihanını bunun üçün xeyrə çevir, ikram edir. Həccac. Bu yanındakı şoxda dəhşəti gəlir. Öldürməyə çağırmışdı. Nə oldu bəs? Ona görə bu qədər çox mühümdür qardaşlar. Yəni insan bilməlidir, etiqad etməlidir ki, yəni Allah Taala hifz etsə, heç kim mane ola bilməz sənə. Allah Taala səni qorusa, heç kim heç nə edə bilməz sənə qardaşlar. Qat'an bu etiqadımızdır. Ona görə müvəffəqiyyət qardaşlar, salih əməllər edib Allah Taala'dan istəməkdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.